Salamlar, saygılar. Dostlar, geçen günlerde Britanya'da bir oturum oldu. Orada Güney Azerbaycan təşkilatlarından da oldu. Sonra grupta bəhsi getdi. Hamısına qulaq asmasam da sıra dişi izlədiyim. Yenə də başlayıb hamısını bütöv izləyəcəyəm. Amma haqqı, həqiqət yerinə qoyulmayınca bizlər bir yerə varmayacağıq. Əgər biz siyasət deyib bir yola çıxmışıqsa, siyasətdə şaqul, taraz olmaz. Siyasətdə keçmişdə dədən dədəmə daş atıb belə bir şeylər olmaz. Siyasətdə dün danışmaz, gün danışır. Yəni, dostlar ki vardılar, onun əleyhinədirlər. Mən Sayın Mahmud bəy Bilginlə bir ilişkim və yaxud siyasi əlaqəm yoxdur. Amma İstər-istəməz onlar bir etilafdadılar. Biz də Güney Azərbaycanlıların indi yazarı kimi, jurnalisti kimi, adlı bir vətəndaşı kimi, şairi kimi, ədəbiyyatçısı kimi o etilafa sayğı ilə yanaşırıq. Və mənə də elə gəlir ki, bu xəbər miyanədə bu olay ki yaşanır, istər Amerika piriz olsun, istər İran piriz olsun, istər Cumhur İslamı geçsin, istər Cumhur İslamı getməsin, gələcəkdə daha etilaf danışa bilər. Fərd olaraq, bireysel olaraq daha bir yerə varmadık. Ona görə hamımız etilafa ürək olmalıyıq, etilafa dirək olmalıyıq, əlimizdən gələn qədər bunlara bilək olmalıyıq. İndi görürəm də, məsələn, bəzilərinin sözü budur ki, terror təşkilatları ilə oturublar və yaxud bəziləri görürsən yazılar yazırlar ki, Batı Azərbaycanı satdılar getdi. Baxın, biz etilafa, təşkilatlara Batı Azərbaycanın şişdan torpağını vermişik. Onlar satalar gedə. Və yaxud bunların bir siyasi səlahiyyətləri vardı. Batı Azərbaycanı satalar və satıblar gedib. Bunlarda elə bir səlahiyyət yoxdur. Və şişdan olaraq Batı Azərbaycanın torpağı bunların da ismindədir. Pəs satma sözü fəqət qərəşüvənlikdir. Ortalığı qatışdırmaqdır. Zaten Azərbaycanın torpağın bugünkü rejim satıb, hətta Gərdəni Heyranı da Geylanına da, yəni Batı Azərbaycan yox, biz Batı Azərbaycan ləhcəmizə çevrilib, tək çalama. Amma Doğu Azərbaycanda Ərdəbilin 25 kilometrliyinəcən veriblər Geylana. Bax, şəxsi mən özüm 25 kilometr yürüyəndə deyirəm az yürüyüş yapdım. Yəni, mən özüm, hər kəs Ərdəbildən çıxsa, 5-6 saata yürüyərək onda Geylana çatır. Bu ağaların heç birisi bir dəfə də olsun belə yazı yazmadılar, danışmadılar ki, amili İmam Cümeyyə Ərdəbil ya bir məhəlli məhsulun adını çəkib, ya Tehranda rəis cumhuru qınayıb demədilər ki, Doğu Azərbaycanı satdınız Geylana. Masa üstündə də gerçək satılıb. Batı Azərbaycanı da elə. Mən görməmişəm, bunlar bir seri İmam Cümeyyə Urmiyəni hədəfə alırlar. Elə gəlirlər, etilafı hədəf alırlar, təşkilatı hədəf alırlar. Artıq Arif odu işarədən söz qana. Açılıb düymələri ayağa. Düymələr açıldı, hər kəs də gerçəklikləri gördü məncə bu danışıqlarda. İndi Britaniyada, İngiltərədə bir oturum olub. Bizim orada olmağımız təhdiddir ya fürsət? Mənim öz nəzərimə bizim olmamağımız, əgər harada bir oturum varsa İranla bağlı, bizim olmamağımız təhdiddir, olmağımız fürsətdir. Belə hər kəs orada olur olsun, Rıza Pəhləvi də olsun, Səltənətçi də olsun, Kürd terror qrupları olsun, Kürd sivil qrupları olsun, insani qrupları olsun, hər kəs olur olsun. İranla bağlı bir yerdə oturum varsa, biz Güney Azərbaycanlılar orada olmalıyıq ya da olmalıyıq. Bizdən də məncur etilafımız olmalıdır. İndi etilafın içindən hansı təşkilat risk eləyib, gedib orada oturursa, biz onu təpəqarama altına sala bilmərik. Dimdikləməməliyik. Niyə getdin, bizi satdın? Aya, o gedənin o səlahiyyəti vardı bizi sata. Amma mən Mahmud bəy Bilginin gerçəkdən burada, o futbol meydanında o mahir və məharətli oyuncuya bənzədirəm ki, görür öz yar yoldaşlarından kənarında olan yoxdur,
Amma qol vurmaq məcburiyyətindədir. Topu vurur hərifin ayağına, pasa çevrilir, qol vurur. İndiyəcən Voice Amerikada, Səday Amerikada bu səs səslənməmişdir, bu fakt səslənməmişdir, bu haqq, həqiqət səslənməmişdir. Biz 40 milyon türkük, bizi görməzdən gələn İranda bir addım ata bilməz. Mahmud bəy Bilgin düşmanın ayağına vurdu, pas yarattı, bu qolu vurdu. Bunlar təqdir lazımdır. İndi kimlə oturup bizə? İran adıyla oturum varsa biz orada olmalıyıq. Hə, çox gözəldir. Oyunu biz özümüz quraq. Yəni oturumda deyirlər ki, Güney Azərbaycan təşkilatları bir oturum yaptı. İtilaf bir oturum yaptı. Bu gözəl. Amma biz indiyəcən təşkilatlarımıza, etiraflarımıza bu icazəni vermişik. Bizdən başlayalar. Yox. İndi Kürd qrup terror qrupları və yaxud sivil qrupları olsun. Başqa fars mərkəzçilər olsun, səltənətçilər olsun, cumhuriyxahlar olsun, məşrutəxahları olsun və ilə axər. Onlar biri, ikini, üçü, dördü tey ediblər. Yəni bunlarda elə bil birinci sınıf, ikinci, 5-dən qəbul olublar. İndi 9 sınavın verirlər. Biz indiyəcən qoymamışıq ki, təşkilatlarımız birinci, ikinciyə geçsinlər. Haçan gedib oturublar, təpəqaram eləmişik. Vay bizi satmaz. Amma heç vaxt durub bir sual etməmişik. Aya bunların bizi satmağa səlahiyyətləri var, bir qəbalə vardır. Yəni əslən bunlar geçsin, otursun, hansı bir hizbinə müamilə eləsin ki, gələcəkdə misal deyirəm da, nəmini veririk Gilana. Aya onun bir sənədiyyəti, bir səlahiyyəti, bir keçərliliyi vardı. Yox. Bəs bu nədir bu hayqara? Qərəşvənlik nədir? Qoymur təşkilatlarımız birinci sınıfı, ikinci sınıfı, 5-i bitirsinlər. Gəlsinlər, onlarla bərabər dursunlar. Bunlar oyun qursunlar. Bunlar məclislər qursunlar, oturumlar yaratsınlar. İndi qoymamışıq, başqaları oturum qoydu İranla bağlı. Biz ora getməsək qayıbıq. Biz əldən veririk. Yəni getməsək yenə təhdiddir. Amma gedib Mahmud bəy Bilgin kimi onu fürsətə çevirə bilərik. Orada Səday Amerikadan sözümüzü deyə bilərik. Səday Amerikadan indiyəcən deyilməkdir. İranda 40 milyon türkü görməzdən gələn bir iş görə bilməz. Amma o gördüyü, o rəsanənin analiz eləyənləri var Amerikada. Elə boşuna o xərci məxarici verib qıraqdan baxmırlar ki. Analiz eləyənlər var. Hətmən onlar rapor verir Amerikanın üst təbəqələrinə ki, belə bir maraq var, belə bir haqq var, belə bir həqiqət var. Bu birinci pilləni getdi, ikinci pilləni biz getməliyik. Üçüncü pilləni fəza yaratmalıyıq. Başqa təşkilatlarımız gedib deməlidirlər. Ta bu haqq, həqiqət beynəlmiləlləşdirməlidir, dünyalaşmalıdır. Nə mənə? İranda türk varlığın görməzdən gəlirsinizsə, heç bir irəliş olmaz. Birinci pilləsin, birinci addımı bu oturumda Sayın Mahmud bəy Bilgin atıb. Mənim ixtilafım çoxdur, amma son etilafdadır. Təşkilat kimi deyil. O ixtilaflarımı buraxıram kənara, işin məziyyətini görürəm, deyirəm eyvallah. Ona görə mən özüm bu qrupda olan tartışmaların, müvafiq, müxaliflərin hamısını analiz elədim, yenə təkmil edəcəyəm. Amma görürəm ki, biz hamımız meydan yaratmalıyıq, fəza verməliyik. Sayın Huşəng Cəfəri demişkən, açın qışqaları, biraz pəncərələri açayın, qapıları açayın, qəlbi qara olmayayın, qoy geçsinlər. Axı, o belə bir rəvayət var da, məzhəb aləmində. Biri növhə deyəndə deyər ki, Əbəlfəz atın mindi, hamı başlar ağlayacaq. Yarar qardaş, ağlamayın, bu Əbəlfəz getmədi öyle, bu Əbəlfəz getdi atın suvara. Hələ bir görün bu gedir öyle ya gedir atın suvara. Gəlin bir şərait yaradan, fəza yaradan, hər toplumda İranla bağlı huzurumuz olsun. Zəif, qəvi, güclü, gücsüz, tribunumuz olsun, olmasın. Oralarda olayım, sonra ikinci addım, üçüncü addım, dördüncü addım atayım dünya səviyyəsində deyən, qardaş dayanın. O torpaq bizim, o coğrafiya bizim Ağa Məhəmməd Xan Qacarın irsidir, mirasıdır. Bugün bir faşist pəhləvi istəyir gələ, bir dini faşist deyə bilərik, Cumhur İslamı oradadır.
Əsli ev sahibi, haqq sahibi 40 milyon türküdür. Sayın Mahmud bəy Bilgin buna bir zəmin yaradıb, şərait yaradıbdır. Gəlin təbrik deyəyin. Qoyun bunlar fəza yaransın, şərait yaransın. Daha da bundan geniş alanlar, vizyonlar, çəkməndazlar axar baxarlar hərəkətimizin üzünə dünya səviyyəsində, beynəlmiləl səviyyəsində açılsın. Ya siyasətə gəlməyəyin. Siyasət belə oyun oyuncaq deyil, cocuq oyuncağı deyil. Siyasətdə hər tərəfi görməliyik. Siyasətdə tək önümüzə baxmamalıyıq. Ön, sağ, sol, arxa, yuxarı, aşağı hamısını görməliyik. Sağ olun, təşəkkür edirəm.